kız belinə qırmızı lent bağlayıb bağzalı ilə evdən çıxa bilməz. Daşqalaq eləyək ki, sən ərə getməmsən, sən haqqın yoxdur, uşaq dünyaya gətirə bilməzsən. Düşünür ki, o poposunu böyütsə, o sevgili ona daha çox pul xərcləyəcək. Bundan pullar axırı, şirlər, meymunlar, baybuşlar, mən bilmirəm. Yox, o popo sənə pul gətirir. O parlaq, bahalı həyat tərzini göstərənlər, siz elə bilirsiniz ki, onlar doğrudan da elə kraliçə həyatları yaşayırlar. Həkim oturub qadının ayaqları göydə və onu göstərir. Bu maarifləndirmə deyil. Salam dəyərli Az Xəbər media izləyiciləri. Bugünkü Gəl Danış rubrikasının qonağı sevilən teleaparçı Rövşənə Ağasəf qızıdır. Necəsiz Rövşən xanım? Çox gözələm, çox yaxşıyam. Əhvalım əladır. Çox şad oldum sizinlə bugün həmsöhbət olacağımıza. İstəyirəm elə ilk sualımdan verim ki, bir müddətli televiziyalardan, verilişlərdən uzaqsınız, amma geri dönüşünüz bir internet kanalında yeni verilişlə, yeni layihə ilə oldu. Necə oldu bu televiziyadan internet kanalına seçim? Sizin üçün çətin olmadı ki? Bugün sosial media segmenti o qədər geniş vüsət alıb, ona görə biz tamaşaçının yadından çıxmırıq. İstəsək də, istəməsək də hər zaman gündəmdə qalırıq. Facebook, Instagram, fərqli-fərqli paylaşımlar və məni tanıyan izləyicilər də, tamaşaçılar da bilirlər ki, daimim insanlarla ünsiyyətdə olmağı sevirəm və daima da oluram. Onun üçün ən gözəl azad meydan həm də sosial media segmentidir. Və bu səbəbdən də demək olar ki, heç yaddan çıxmadım. Hər zaman o ünsiyyət, hər zaman fikirlərimi söyləməyim, mövqeyim və prinsipiallığım mənə imkan verdi ki, unudulmayım. Zamanla anladım ki, yox, mən elə televiziyaçıyam, mən bu peşəyə çox bağlıyam. Kamera, işıq, rejissor, operator, mətn, jurnalistika, bunlar ayrı qala bilmirəm. Bunlar artıq mənim bütünlüklə varlığıma hopmuş və məni xoşbəxt eləyə biləcək bir sahədir. Ona görə təbii ki, başqa işlərim də var. Təbii ki, başqa sahədə də çalışıram, amma o sahədə təbii ki, mediaya bağlı bir sahədir. Sırf mənim işimin elə bil ki, başqa bir qoludur. Əslində, əlbəttə ki, ənənəvi televiziya dediyimiz bugün yetəri qədər təəssüf ki, uduzur. Yəni, bütün hallarda uduzur daha çox internet kanallarına, internet TV-yə. Ona görə uduzur ki, bugün insanların asudə vaxtı da çox azdır. Bugün insanların zamanı da çox azdır ki, oturub saatlarla 2 saatlıq, 3 saatlıq verilişlərə baxsınlar. Əlbəttə ki, yaxşı bir təklif televiziyadan gəlsə məmnuniyyətlə. Sadəcə olaraq gələn təkliflərin çoxunda mütləq və mütləq reytinq vermək, şouya hesablanmış, qalmaqala daha çox sponsor, qalmaqala istiqamət almış, belə deyim, bu yönlü verilişlərə təkliflər idi ki, bu artıq nə mənim, belə deyim də, statusuma, nə mənim artıq yaşıma, nə mənim artıq illərdir televiziyada qazandığım təcrübəyə uyğun gəlməz. 18, 20, hətta 30 yaşımda etdiyimi artıq bu dövrdə, bu zamanda etməyim hesab edirəm ki, düzgün gəlməz. Şou əladır, amma onun da özünün aparıcıları var. Zamanında olub, mən də şou veriliş aparmışam, qalmaqallı veriliş yetəri qədər olubdur. Amma indi bugün daha çox istəyərəm ki, və bu kanalın məndə yaratdığı belə deyim, maraq o oldu ki, burada daha çox vətəndaşlarla işdir. Çünki mən elə televiziyaya gələndə də daha çox sosial problemlər, vətəndaşlarla iş, bu mənim marağımı kəsb edirdi. Zamanla daha çox şoulaşan televiziya, istər-istəməz biz də o axara düşdük və mənim də apardığım şou proqramlar oldu ki, yetəri qədər reytinq qazandı filan. Amma bu mənim tərzim deyil, bu mənim istədiyim deyil. Yəni, istədiyim işlə məşğul olmaq məsələsi var. Vətəndaş hər şeydən əli üzüləndə və yaxud hansısa bir qurumla əlaqə yarada bilməyəndə, hansısa bir qurum onu qəbul eləyənə qədər artıq adam problemin girdabında olanda, ümid yeri həm də televiziyanı bilir. Bir çox vətəndaşlar heç hüquqlarını bilmir. Bilmirlər, çoxu bilmirlər. Çoxu bilmirlər və insanlar həm də ümid yeri olaraq televiziyanı bilirlər və rahat baxır ki, aha, əlində telefon, Instagramda qaynar xət var, filan televiziyanın hər şeydən əli üzülür. Kimə deyim? Gəl bu televiziyaya zəng eləyim ki, heç olmasa ictimailəşsin məsələ və bugün də insanların ümid yeri həm də nədir? Məsələ ictimailəşəndə inanır ki, o məsələ tezliklə həllini tapacaq. Hər şeydə şoulaşdırmaq olmaz. Hətta
vətəndaş gəlib problemini deyir, onun üzərində reytinq qalmaqal, onun üzərində reytinq şousu yaratmaq. Biz burada udan televiziya olur, amma vətəndaşın heç bir qazancı olmur. Vətəndaş sadəcə yəni şounun qəhrəmanına çevrilir və həm də qurbanına çevrilir. Şəxsən mənim özümün də başıma gəlib ki, bir quruma dəfələrlə müraciət edərsək də, bir quruma dəfələrlə üz tutsaq da, oradan gecikən cavab, aylarla, günlərlə ləngiyən cavab, məsələnin həlli sonunda vətəndaşın ziyanına işləyib. Bayaq sadaladınız indiyə qədər aparıcısı olduğunuz verilişləri. Məsələn, sizi səhər şousunda görmüşük. Daha çox səhər, sabah proqramları olub. Şou verilişlərdə də görmüşük, sosial verilişlərdə də. Amma sizi şou biznesdə varmış kimi, amma şou biznesin gəlir mənbəyi olan toy aparıcısı kimi heç vaxt Yox, heç vaxt olmamışam toy aparıcısı. Ümumiyyətlə mən şou biznesdə demək olar ki, olmamışam. Yəni sadəcə efir şou efiri olub. O da şou efir deməyək də, daha çox talk showlar olubdu. Ümumilikdə geniş anlamda desəm ki, şou veriliş aparmışam. Yox, talk showlar olub ki, orada məsələlərin müzakirəsi gedib filan beşmək. Yəni bilirsiniz, tamaşaçı bəzən nəyə baxmaq istəyir, düşünmüşük ki, daha çox maraqlı olar, reytinq gələn məsələ şou verilişləri olar deyə o səbəbdən şoya üstünlük vermişik məcburiyyətdən. Amma mən də şou biznesdə heç vaxt olmamışam. Toy aparıcısı ümumiyyətlə olmamışam. Bu, yəni mənim barmaq arası baxdığım məsələ deyil. Çox normaldır və bu gün aparıcıların qazanc yeridir, qazanc mənbəyidir. Amma mən toy aparıcısı deyiləm. Mən jurnalistikaya gəlmişəm. Mən dövlət televiziyasında telejurnalist olaraq, teleaparıcı olaraq fəaliyyətə başlamışam. Eyni zamanda bu günə qədər uzun illər gəlib keçib. Özümü şou aləmində, şou aparıcısı olaraq görməmişəm. Bu mənim istədiyim sahə deyil. Amma ki, dolanışıq məsələsinə qalanda, bunu yenə də söyləyirəm, bu çox normal bir şeydir. Mənim həmkarlarım toy aparırlar, çünki onların başqa yerdən qazanc yeri yoxdur. Onların aldığı məvacib, televiziyalardan aldığı məvacib təbii ki, onları qane etmir. Bugün həyat bahalıdır, bugün yetəri qədər xərclər var və o xərcləri ödənmək üçün adamların çıxış yolu toylarda aparıcılıq etməkdir və bu da çox normaldır. Sizcə bugün tamaşaçını nə ilə təəccübləndirmək olur və ya sizcə aldatmaq olurmu tamaşaçını? Yoxsa bəzən onlar... biz düşünürük ki, tamaşaçını, bugünün tamaşaçısını aldatmaq olmaz. Amma gəlib kameranın qarşısında dayanırsan və sən elə bir şey hazırlayıb təqdim edirsən ki, ona tamaşaçı o qədər gözəl inanır ki. Elə gözəl inanır ki. Baxın, Instagramı götürün. Siz elə bilirsiniz, orada təqdim olunan o parlaq həyat, görüntülər, yalançı ailə forması, yalançı ərlərin təqdimatı, sonra məsələn aşırı həkim reklamları, aşırı parlaq həyat tərzləri, onlar elə hamısı belə deyim də çoxu aldatmaqdır da. O parlaq, bahalı həyat tərzini göstərənlər siz elə bilirsiniz ki, onlar doğrudan da elə kraliçə həyatları yaşayırlar. Adam var ki, evində aylarla ərinə, ailəsinə, uşağına yemək bişirmir və adam görüntü göstərir ki, belə gözəl qazan yeməklər bişirib, gözəl taamlar bişirib süfrə açıb. 30 saniyəlik 30 saniyəlik bir çarx üçün, reels üçün. Axtarsan adam evində tapılmır. Adam ərinin üzünü bəlkə günlərlə görmür. Adamın əri ilə heç bir münasibəti yoxdur. Qıraqda, bucaqda, orada, burada özünə həyat axtarır. Amma ərinin görüntüsünü elə təqdim edir ki, adam hərdən şoka düşür ki, heç olmasa bu ərə yazığın gəlsin də. Ər də yazıq, miskin, yazıq elə baxır, xəbəri yoxdur axı. Qızlar da çox özəllərində bloger olmağı, sanki o həyat həqiqətən. Çünki 5 manat pul var, gəlir var, oxumadan, təhsil almadan, heç bir kitab üzü açmadan götür əlinə telefonu elə blogerlik. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə və görəcəksən ki, görürsən ki, oradan pul gəlir də. Görürsən pul gəlir. Çünki fikirləşir ki, mən gedib oxuyacağam, təhsil falan, nə maaş alacağam, nə məvacib alacağam və o məvacibdənsə elə əlimdə telefon, bir qazan yemək bişirəcəm, özümü belə göstərəcəm, falan eləyəcəm, 3 dənə geyimi geyinəcəm, paylaşacağam və buradan gəlir gələcək. Mən qınamıram insanları, nə eləsin? Nə etməlidir? Harda gəlir var, harda qazanc var və insan ora meyllənir. Çox normaldır. Çünki həyat bahalıdır. Həyat təhsil pul istəyir, səhiyyə pul istəyir, çölə çıxırsan puldur, nə bilim, bütünlüklə yaşam tərzinin bugün dəyəri o qədər artıqdır ki, sən
çalışırsan ki hər yolla necə olur olsun ailənə pul gətirəsən. İstərsən blogerlik elə, istəyirsən nə bilim nə et, fərq eləməz. Bax budur məsələ. Son günlərdə yəqin ki məlumatınız var ki, az yaşlı qızların evdən qaçma halları çox geniş yayılıb və bu daha çox bölgələrdə olur. Və həmin evdən qaçan qızlar böyük şəhərlərdə tapılırlar. Sizcə sosial şəbəkələrin önəmi varmı bu qızların evdən qaçması? Hər şeyin təsiri var. Bugün bizim zamanımız nə idi? Bir kitab idi, bir özümüz idik. Oxuduğumuz kitablar hər biri bizim varlığımızda bir iz buraxırdı. Bugün həmin o kitab oxumayan bir gənclik əlindəki telefon və baxır ki, deyək ki, bir qadın və heç nə eləmədən bir gözəl, parlaq bir həyat yaşayır. Heç nə eləmədən bu açır TikToku və buna pullar axırır və bu həmin pulları şirlər, meymunlar, bayquşlar, mən bilmirəm indi nələr və yaxud da evində oturur serial, əlində açır serialı, deyir, bu nə gözəl, gedir filan kəsin sevgilisidir və bu həyatda həmin sevgilinin çox pulu var və bu qadın ayağı ayağın üstündə heç nə olmadan, heç bir əziyyət çəkmədən həmin sevgili buna pullar belə başından tökür. Nə gözəldir. Öz başını işlətmir, öz kafasını işlətmir və düşünür ki, o poposunu böyütsə, o sevgili ona daha çox dəyər verəcək, daha çox pul xərcləyəcək. Deyir, nə gözəldir, nəyimə lazımdır başın? Başın üzərində işləməyə vaxt axtar axı. Sən gələ oxuyasan, şəxsiyyətini formalaşdırasan, beynin üzərində işləyəsən, beynini cilalayasan. Popo nədir ki, girdin 2 saat, 3 saat əməliyyata, maksimum 1 ay əziyyət çəkirsən. 1 aydan sonra həmin kafa, yox, popo sənə pul gətirir və çox rahat şəkildə sən elə bil para qazanırsan. Harda görür onu? Türk serialında görür. Harda görür onu? Nə bilim, Instagram paylaşımlarında görür, TikTokda görür. Və həmin o 12-13 yaşlı uşaq ki, hələ beyni formalaşmayıb. Bunu normal bir şey zənn eləyir. Elə qaçın Bakıya. Yəqin Bakıda belə bir həyatdır da. O Amerika arzuları deyirik də məsələn də. Yəqin o Bakı arzuları var. İşıqlı həyat, görünən parlaqlıq, dəbdəbə, restoranlar, kafelər filan. Və gəlir biraz da ailə baskısı. Biraz da təbii ki, ailə baskısı da olur. Bütün hallarda o həyatı yaşamaq üçün axı həm də yaxşı pul lazımdır. Bəzi məşhurlarımız var ki, onların övladları da məsələn blogerliklə məşğul olur. Siz məsələn qızınızın bu işlə məşğul olmasına dəstək bugün gənclərə bütün hallarda qadağa qoymaq olmaz. Eləcə də mən də qızıma qadağa qoya bilmərəm. Bu dövrün bu tələbatı içərisində mən övladımı çərçivə içərisində saxlasam sizcə necə olar? O bir gün məndən getmək istəməzmi? Evindən qaçan qızın anası ilə açıq sadə münasibəti olsa, rahat münasibət, heç bəlkə evdən qaçmaz. Elə onların arasındakı o ciddi bir uçurumdur qızı evdən qaçmağa vadar edən. Səmimi ünsiyyət olsa, səmimi yəni əlaqə olsa ana ilə, ana artıq bilər ki, qızı nə istəyir. Ana artıq qızının ruhunu duyar. Hər zaman belə bir fikir formalaşır insanlarda ki, televiziya daha çox övladlara örnəkdir. Məsələn, müğənni abırlı geyinməlidir ki, uşaq ondan örnək götürsün. Sizcə belə olmalımı? Yəni insan və ya övladlarımız həqiqətən televiziyadan örnək götürməlidirlər, yoxsa ana-ata tərbiyəsi daha önəmli? Biz insan böyüyə-böyüyə kamilləşir. O kamilləşməyə gedən yolda hər şeydən nəsə götürürsən. Bir kitabdan götürürsən, bir televiziyadan götürürsən, birini dostundan götürürsən, birini düşdüyün mühitdən öyrənirsən, birini iş yerindən götürürsən. Yəni beşikdən qəbrə insan nə isə götürür və öyrənir. Sən gördüyün və götürdüyünü sən hansı formada götürəcəksən? Məsələn, mən televiziyaya baxıb mənasız və məzmunsuz şit bayağı bir şoudan nə götürəcəm? Mən bilirəm ki, bu pisdir, artıq mənim ağlım keçir. Amma 12-13 yaşında qız oradan özünə çox xoşa gəlməz bir şey götürə bilər ki, bu səviyyədə, bu bayağı, adam gəlir məsələn çıxır, çox bayağı bir şit musiqi, çox olduqca yersiz bir geyim tərzi, olduqca aşağı səviyyəli bir danışıq. Bəlkə də o ona başqa cürə təsir edə bilər. Biz deyə ancaq hər şeyi televiziyanın öhdəsinə qoyaq ki, sən televiziya olaraq maarifləndirməlisən, tərbiyələndirməlisən. Yox. Hər şeyi televiziyada görməli, axtarmalı deyilik. Televiziya, həmişə demişəm, təkrarçılıq olmasın, cəmiyyətin güzgüsüdür. Cəmiyyət necədirsə, o cəmiyyətin güzgüsü də televiziyadır. Yaxşı, əgər yalnız maarifləndirmək televiziyanın üzərinə düşürsə, o zaman təhsilin borcu nədir? Təhsilin vəzifəsi nədir? Ailənin vəzifəsi nədir? Bağçanın öhdəçiliyi nədir? Hər şey televiziyanın üzərində olmamalıdır. Televiziya bu dəqiqə əyləndirmə missiyasını
70%, 80% üzərinə götürüb. İnformasiyanı bugün hər şeydən, hər yerdən alıb. Bu verilişlərə baxanda Lalə Məmmədovanın o gün çox gözəl bir müsahibəsi var idi. Çox qınadı. Məsələn, müğənni rahatlıqla çıxır verilişdə deyir ki, mənim uşağımın atası evlidir. Yəni bu o deməkdir ki, sən başqa bir qadının rəsmi olaraq həyat yoldaşına uşaq dünyaya gətirmisən və bunu artıq o qədər rahat şəkildə dilləndirə bilirlər ki. Siz nə düşünürsünüz bu barədə? Mən deyirəm də, azadlığın da bir çərçivəsi olmalıdır. Aşırı azadlıq xaosdur, anarxiyadır. Aşırı azadlıq ciddi problemdir. Hər kəsin özünün azadlıq çərçivəsi olmalıdır. Bu belədir. Amma biz insanın söz haqqını da ala bilmərik. Məsələn, mən o sözü deyə bilmərəm. Amma bunu da izləyən qız axı bunu da artıq adi bir şey kimi əlbəttə yaxşı deyil. Amma mən də bunu edirəm Və mən bunu ayıb bilirəm. Yəni bizim dəyərimiz nədir? İnsan ailə qurmalıdır, övlad dünyaya gətirməlidir. Ayrılmaq da normal bir şeydir də. Rəsmi boşanırsan, ayrılırsan, vacib deyil ki, insan zorla bir evin içində yaşasın. Yox. Amma rəsmi şəkildə ayrılır, rəsmi şəkildə ərə gedirsən və yaxud hətta nigahdan kənar övlad dünyaya gətirirsənsə də belə ola bilər. Qadındır, mən həmişə deyirəm, ərə gedə bilmir, ailə qura bilmir. Çünki qadın təəssüf ki, bu günləri belədir ki, gözləyir ki, gəlib onu alsınlar da. Bu yaxşı bir şey deyil, amma bu belədir də. Gözləyir ki, sənin qapını döyəcəklər, gəlib səni ailə quracaqlar və yaxud qadın bəyənmir, ərə getmir. Müxtəlif səbəblər ola bilər də. Ailə qura bilmir. Amma adam ana olmaq istəyir. Adam dünyaya uşaq gətirmək istəyir. Bunun həm də bir missiyası var, qadınlıq, analıq missiyası var. İndi biz bunu duraq daşqalaq eləyək ki, sən ərə getməmsən, sən haqqın yoxdur, uşaq dünyaya gətirə bilməzsən. Amma adamın ana olmaq haqqı var. Bu onun hüququdur. Hər kəs bilir hamama nə üçün gedir. Düzdür, hamımız bilirik ki, hamama nə üçün gedirsən və yaxud da, üzr istəyirəm, tualetə nə üçün gedirsən. Orada nə baş verir, onu hər kəs bilir. Amma onu biz kamera qoyub çəkmirik ki, göstərmirik ki. İnsanlıq halıdır da, normal insanlıq halıdır. Amma siz təsəvvür edin ki, biz onu kamera qoyub göstərək ki, əşin olsun, bu Allahın işi, burada çimirik də burada da. Göstərək onu. Bəzən o qadın dünyaya uşaq gətirdiyi kişinin elə olur ki, sonra da heç üzünü də görmür. Heç üzünü də görmür. Dünyaya uşaq gətirir və elə onların ayrılma səbəblərindən biri də uşaqlar olur. Çünki kişilər istəmirlər, qadın amma uşaq lazımdır. Bəzən qadın kişini aldadır, dünyaya kişidən uşaq gətirir. Bu hallar da var. Bu məsələ çox intim məsələdir. Hər kəsin yaşam tərzi, həyatı eyni ola bilməz. Hər kəs belinə qırmızı lent bağlayıb bağzalı ilə evdən çıxa bilməz. Hamı eyni cür ola bilməz. Bu, deyək ki, bu bizim qaydamızdır, qanunumuzdur, mental dəyərimizdir, gözəl. Amma bütünlüklə cəmiyyət, ideal bir cəmiyyət olsun, vağzalı çalınsın. Mən çıxıb deyim ki, mən uşaq dünyaya gətirmişəm evli bir kişidən. Bu doğrudan yaxşı bir şey deyil. Bu qınanlası bir şeydir. Amma qınanlası olması o demək deyil ki, bu yoxdur. Bəli, var. Olması yaxşı deyil. Amma var. Hə, cəmiyyətin güzgüsüdür deyirik. Budur da cəmiyyətin güzgüsü. O zaman göstəririk, qəbul edin. Niyə onu da tənqid eləyirsiniz? Deyirik, televiziya cəmiyyətin güzgüsüdür. Əla, göstəririk, baxın. Qadın geyimli kişiləri göstəririk. Deyirik, cəmiyyətin güzgüsüdür. Və yaxud, bax, belə danışan adamları göstəririk. Sosial şəbəkədə də o qadın görünümlü kişilər ən çox dəstək yığan, ən çox izlənən, şirlər atılan, yəni onlardır da. Budur, göstəririk. O zaman qəbul eləyin. Ümumiyyətlə, kamera önündə olan insanların verdiyi sosial mesajlar izləyici tərəfindən daha çox yaxşı qəbul olunur. Bəlkə də buna görə bəzi reklamlarda da elə o məşhur simalardan istifadə olunur. Sizin qınadığınız bir çox həkimlər var idi. Həkimlərin paylaşımları və hal-hazırda o həkimlərin bir çoxunun lisenziyaları ləğv olunub. Və artıq bunlar həkim kimi fəaliyyət göstərir. Həkim var ki, o adamın adı siyahıda yoxdur, amma baxıram elə bütün günü Facebookda əməliyyatlar paylaşır, bədən şəkilləndirmək filan. İndi mən bilmirəm. Həkim reklamları məsələsində mən mütləq aidiyyatı qurumlara səslənirəm burada, vətəndaş olaraq səslənirəm. Bəzən oradan abrımız, həyamız gedir. Bəzən həkim, bugün paylaşmışdım Instagram, həkimi də tanımıram. Qadın ayaqlarını, üzr istəyirəm, qaldırıb göyə və bu adamlar səhv salırlar, ginekoloji otaq, həkim kabineti, həkim otağı ilə bir insanın bir balaca bir fərqi var da. Bu həkim otağıdır. O həkim otağında bir həkim olur, bir mən. Bu intimdir. Mən gəlirəm dərdimi deməyə. Mənim elə bir bəlkə bir xəstəliyim var ki, onu kimsənin bilməsini istəmirəm. Mən borclu deyiləm bunu kimsə bilsin. Amma həkim oturub qadının ayaqları göydə, əlində o datçik deyirik də.
bilmirəm o bir aparatın adı nədir. Bütün qadın orqanına müdaxilə eləyir və onu göstərir. Və elə şeylər danışır həkim. Bu nədir axı? Niyə buna aidiyyatı qurumlar reaksiya vermirlər? Mən həkimə SMS yazmağa qorxuram. Bilirsiniz niyə? Səhər oturub onu paylaşıb skrin eləyəcək. Bu hansı tərbiyədir? Bu hansı əxlaqdır? Həkimlə mənim aramda olan intim bir söhbət, məlhəm bir söhbət. Niyə axı onu kimlərsə oxumalıdır? Niyə? Mənim ona yazdığım SMS niyə ictimailəşməlidir? Bu hansı həkim etikasına, hansı həkim tərbiyəsinə sığır? Amma onları da çox məşhurlar reklam eləyirlər. Sanki həqiqətən də o həkimin pasiyentiymiş kimi reklam eləyirlər o həkim. Bu cür reklam paylaşan həkimlərə yazışmaları ümumiyyətlə iki insan arasında olan yazışmanın ictimailəşməsi heç bir tərbiyə, heç bir etik qaydaya sığmır. Ən intim bir yerdir də ginekoloji stola getmək. Bəlkə başqa həkim belə deyim, otağında o cürə olmur, amma ən intim bir yerdir ki, amma qadın ayaqlarını ginekoloji stolda göyə qaldırır və bunu həkim çəkib paylaşır ki, sən filan şey eləmisən, sənin filan infeksiyan var, sənin filan nə virusun var, sənin filan. Bu maarifləndirmədirsə, mən belə maariflənmək istəmirəm. Bu maarifləndirmə deyil. Şou abırsızlıq deyil. Şou ayaqları göyə qaldırmaq deyil. Şou qadın vaginasını bütün açıqlığı ilə göstərmək deyil. Yarat da şounu. Yaxşı bir şou yarat. Niyə yaratmayın? Yarat, bacar yarat. Amma da bu cürə yox da. Sən ginekoloji stolu gətirirsən sosial şəbəkəyə və deyirsən ki, mən şou yaradıram. Nə qazanırsan? Yəni, sən bununla məqsədin pul para qazanıb çox xəstə yığmaqdır. Mütləq bir dur deyən olmalıdır. Mütləq dur deyən olmalıdır. Söz azadlığı kiminsə həyatının içinə girmək, kiminsə ayaqlarını göyə qaldırmaq, kiminsə cinsəl orqanını efirdə rahat göstərmək və yaxud da kiminsə həyatını əlinlə yox, ayağınla soxulmaq, kiminsə təhqir eləmək. Bu azadlıqdırsa, mən düşünmürəm ki, belə bir azadlıq bizə xeyir verə bilər. Bir qadın kimi Rövşənə xanım bugün xoşbəxt. Əlbəttə ki. Yəni insan xoşbəxtliyi özü yaradır. Öz daxili. Yəni xoşbəxtlik kişidə deyil. Hər kəs bir şeydə axtarır xoşbəxtliyi. Kimi kişidə tapır, kimi pulda parada tapır, kimi bahalı maşında tapır. Yəni hər kəsin özünün düşüncə tərzi, beyni necədirsə və o xoşbəxtliyi harda, necə görürsə, orada axtarır. Fərqlidir. Dadlı bir yemək yeyib xoşbəxt olmaq olar. Gözəl bir SMS-dən də mutlu ola bilirsən. Övladının sevincindən aldığın emosiya, övladının uğurundan qazandığın emosiyadan o qədər xoşbəxt ola bilir ki, qadın. Fərqlidir. Xoşbəxtliyin mütləq ünvanı yoxdur. Mütləq heç nə yoxdur. Bir an səni xoşbəxt eləyən həmin dediyin o kişi yarım saatdan sonra səni dünyanın ən bədbəxt qadın eləyə bilər. Elə bir şey görə bilərsən ki. Və yaxud bir saat öncə sənin göz yaşı içində qarşıladığın, yaşadığın hansısa bir olay 3 gün sonra həmin hadisənin medalın o biri tərəfi olur da. Həmin hadisənin elə bir tərəfini görə bilərsən ki, dünyanın ən xoşbəxt insanı ola bilərsən. Yəni mütləq, mənim üçün mütləqlik fəlsəfəsi yoxdur da, bu mütləqdir. Yox. Amma insan öz içində bir xoşbəxtlik yaradır. Öz içində işığı yanır. Ovuc içi qədər xoşbəxtlik olur ha. Sən o xoşbəxtliyi özün yaradıb xırda bir şeydən o qədər mutlu ola bilirsən. Qadın üçün ailə qurmaq mütləqdirmi, vacibdirmi? Yox, mütləq heç nə yox. Tək başına da bacarar. Əlbəttə ki, Allah Taala insanı tək yaradıb. Tək yaradıb da. Biz qadınlar mütləq ki, uşaq sahibi olmaq istəyir ki, o istəyir də, mənə bəli, baxan istəyir. olsun. O onun arzusudur. Onun arzu azadlığıdır. İstəyir, əcəb eləyir. Düz eləyir, o uşaq istəyir. O ondan xoşbəxt olur. Biz onun xoşbəxtliyinə niyə mane olaq və yaxud ora qarışaq ki? Amma kimsə də deyir ki, bugün var da elə ailələr var ki, mən tanıyıram, məsələn, uşaq istəmirlər. Xarici ölkələrdən gəlib indi bu biraz Amerikadan, Avropadan belə şey gəlib ki, niyə edirik, uşaq üçün istəmir, uşaq üçün yaşamaq istəmir. Bu da onun düşüncə azadlığıdır, biz ona mane ola bilmərik. Və yaxud da qadın var ki, mütləq ərə getmək istəyir, bağzalı ilə evdən çıxmaq istəyir. Fərqlidir, burada mütləqlik deyil. Niyə mütləq ailə qurmaq? İstəmir ailə qurmaq. Amma o vaxtı
bir il oldu, ailə qurdun, uşaq olmayanda o gəlini boşayırdılar ki, sənin uşağın olmur. Onda indi O da bizim artıq yaşlı nəsildə onda fikir olaraq dəyişib də. Əgər gənclər deyirsək biz övlad istəmirik, avtomatik ailələr onunla razılaşırsa, deməli Razılaşmamaq onların da fikri dəyişib. kimi bir lüksu da yoxdur. Sən onun yerinə gedib doğmayacaqsan ki. İstəmirəm. Dünyaya uşaq gətirmək istəmirəm. Hal-hazırda gənclər şikayətçidirlər ki, biz evlənməyə qız tapmırıq. Hə, bu da çox ayrı bir bəladır. Niyə? Gənclərin bu dəqiqə gözü çox açıqdır. Nələr görmürlər onlar? O qədər açıqlıq, o qədər belə azadlığın meyarları dəyişib. Oğlanlar qız tapmaqda çətinlik çəkirlər. Doğru. Hamı istəyir ki, tutalım, bəzi mən tanıyıram, ailələr var ki, qızın Instagram olmasın, qızın sosial şəbəkədə profil olmasın və s. Amma bu mümkün deyil. Biz artıq başqa bir zamana gəlmişik. Oğlanlar qız tapa bilmir, qızlar ərə getmək üçün oğlan seçə bilmirlər. Çünki hər şey o qədər açıq, aydın, aşkar gözümüzün önündə baş verir. Ayrı bir problemdir, haqlısan. Mənə elə gəlir ki, biz indi qızları ərə vermək də çətinləşib. Gedir, 2 aydan sonra görürsən ki, boy davası başladı. Oğlanı evləndirirsən, 3 aydan sonra görürsən ki, nəsə artıq didi başladı. Və onlar güzəştə gedə bilmirlər. Güzəştə getmək problemləri var. O, bizim valideynlərin dövründə ciddi güzəşt var idi. Ciddi adlamaq var idi problemin üzərindən. İndi qadınlar ictimailəşib, işləyib özləri pul qazanan qızlar, qadınlar, artıq ərdən iqtisadi asılı olmayanlar, ən çox daha asan ayrılırlar. Daha asan ayrılırlar, bəli. Daha asan ayrılırlar. Ümumiyyətlə qadını kişidən asılı olmağa vadar edən səbəblərdən biri həm də iqtisadi asılılıqdır. Yəni sən boşanıb hara gedəcəksən, evin yox, eşiyin yox, pul qazana bilməyəcəksən falan və məcbursan ki, sən övladlarının xatirinə ərə dözəsən. Amma artıq qadın ictimaidirsə, artıq qadın bir ictimai personadırsa, daha asan da olur. Daha asan da olur. Karmaya inanırsınız? Yox. Yox. Xüsusi bir inanclı insan deyiləm. Tanrıma inanıram, Allaha inanıram və salam. Gözəl nəfsə, caduya, pitiyə, heç nəyə inanmırsınız? Demək olar ki, yox. Nəzər sözü deyirlər, gözə gəldi. Yar var. Mən o məsələn dəftər şourumuzu uşaq vaxtında gözə gələrsən, nəfsə gələrsən, nəzərə gələrsən. Var hardasa ki, o pis enerjidir də. İstərsən sən kimdənsə pis enerjini alırsan, kiminsə o paxıl enerjisini, qibdə enerjisini, yəni ağır enerjini alırsan, o sənin içində hardasa bir çat verə bilər. Mən ancaq Allaha inanıram. Çox sağ olun. Sizin həmişə verdiyiniz sosial mesajlar, yəni istər sosial şəbəkələrdə, istər televiziyada həmişə qəbul olunan olur. Çünki düşünürəm ki, hər zaman sözün düzünü deyirsiniz. Təşəkkür edirəm. Və bu gün də səmiyyətlə bütün suallarınızı cavablandırdınız. Təşəkkür edirəm. Çox sağ olun. Çox minnətdaram gözəl suallara görə, gözəl müsahibəyə görə. Uğurlar sizə.